Siz Sovyetler İttifakı'nın dağıdanlardansınız. Because you are the people who have destroyed the USSR. Ama Sovyetler İttifakı'nı berpa etmek isteyenler de var. But I want to emphasize that there are people who want to restore the Soviet Union. Ona göre onlar sizi unutmuyorlar. Therefore, those people never forget you. Hesap ederim ki siz de onları unutmamışsınız. And I hope you won't forget them either. Ben çoğunlarını unuttum. I'm very pleased of this. Siz mənə sual verirsiniz, amma mən də sual Well, you were asking this question. Belə bir vəziyyətdə Amerika Konqresi Azərbaycana qarşı bir ədalətsiz qərar qəbul edib 92-ci ildə 907-ci maddə. Prezident Clinton mənlə danışıqlarda deyib ki, o bu maddənin əleyhinə. Dövlət katibi xanım Albright çıxış edib bu maddənin ləğv olunmasını tələb edib. Keçmişdə cənab Bush da bunun əleyhinə olubdur. Bir neçə gün bundan öncə Konqresmen King Konqresə bir yaxşı qərar layihəsi veribdir və bu maddənin ləğv olunmasını tələb edir. Mən bugün Konqresdə bu məsələlər haqqında danışacağım. Cənab Zelenski'yle biz barda dəfələrlə danışmışıq. Mən sizi də dəvət edirəm bu ədalətsizliyi aradan götürmək.